Hörmətli izləyicilər, bugün 29 yanvar 2026-cı ildir. Pensiyanın artımı, pensiyanın təyinatı və evin təyinatı ilə bağlı əldə etdiyim məlumatı mən hüquqşünas Zaur Seyidzadə sizinlə paylaşmaq istəyirəm. Hörmətli izləyicilər, və sizdən xahiş edirəm videonu bəyənin, YouTube kanalına abunə olun ki, daha çox şəxsin bu barədə xəbər olsun. Həmin ona görə bəyənin və abunə olun ki, mən əlilliyi olan şəxs olduğum üçün, yəni əlil arabasında olduğuma görə, eyni zamanda əlil təşkilatının rəhbəri olduğuma görə və hüquqşünas olduğuma görə dünyanın 40 tanınmış əlilləri haqqında araşdırma aparmışam və kitab hazırlamışam. Motivasiya kitabını satıram. Zəhmət olmasa ona görə bəyənin ki, daha çox şəxsin bu barədə məlumatı olsun. 20 manat satıram, hörmətli izləyicilər. Eyni zamanda sizdən xahiş edirəm ona görə bəyənirsiniz ki, yəni hörmətli izləyicilər, hər bir bəyənmə bir köpük dəyərində mənim kanalıma dəstəkləyir. Yəni hər bir ki, YouTube bir köpük verməli, hər bir bəyənməyə. Dəstək olaq bir-birimizə. Hörmətli izləyicilər, mən də həmin pulu yığıb, yer götürmək istəyirəm, həmin hüququ yardım göstərdim, həmin əlil dostlarımın hər işini satıb. Və yəni keçən mövzuya, hörmətli izləyicilər, pensiyanın artımı, pensiyanın təyinatı və əlil təyinatından bağlı. Diqqətlə izləyin ki, hər şey aydın olsun. Eyni zamanda onu qeyd edin ki, bir qismin şotda qoyuram. Tam video YouTube'da olur və videonun adı altında yazır ki, tam video YouTube'da olan gibi izləyə adını yazaraq. Hörmətli izləyicilər. Və yəni keçdim mövzuya. Baxmayın ki, sosial şəbəkədə millət vəkilləri və digər şəxslər danışır deyir ki, pensiya 9.2% artırılması gözlənir. Amma bu gün Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin qaynaq xəttinin verdiyi məlumata görə, hər iki cənab nazir tərəfindən pensiyanın artırılması barədə sərəncam imzalanmayıb, yəni göstəriş verilməyib. Hörmətli izləyicilər, nəzərə alın. Əsas məsələdən biri budur. Və belə göstəriş verilmədiyinə görə, hal-hazırda pensiya kapitalı 46.080 manat təşkil edir. Hörmətli izləyicilər, nəzərə alın, bir məsələdir bu. Mütləq qeydidir. Yəni bu deməkdir ki, minimum pensiya artsa, o halda da hörmətli izləyicilər, mütləq qaydada minimum pensiya kapitalı artacaq. Orada 9.2% artacaq, hörmətli izləyicilər. Təxminən elə gözlənir. İndi ətrafı bu barədə daha dəqiq məlumatı yəqin ki, gələn ayın 8-9-una qədər əldə edərik, hörmətli izləyicilər. Dediyim kimi kanala abunə olun ki, bu barədə məlumatınız olsun, hörmətli izləyicilər. Mən özümdə əlil arabasında olan şəxsin, yəni pensiyanın doğanan, ona görə prosesləri izləyirəm. Keçək digər məsələ, hörmətli izləyicilər. Pensiyanın və əlilin təyinatından bağlı. Əlilin təyinatından bağlı onu deyin ki, hörmətli izləyicilər, bilirsiniz ki, birinci qrup əlillər 30 yaşına qədər minimum 5 il əmək stajı olmalıdır. 30 yaşından sonra hər üçün say belediyə, hər yaşlısına 4 ay əmək stajı olmalıdır. Məsəl üçün 31 yaşında olmalıdır. 5-4 ay, hörmətli izləyicilər. Eyni zamanda 2-ci qrup və 3-cü qrup əlillər eyni qaydada hesablanan, amma pensiya kapitalı olmalıdır. Qeyd edin ki, bugün siz 2026-cı yanvarın 29-da və 2026-cı yanvarın daha düzün dekabrın 31-nə qədər pensiyaya çıxsınız. Əgər 2006-cı, 2018-ci ildə işləmişsinizsə, avtomatik sizə 24 staj və pensiya kapitalı hədiyyə olunur. Nəzərə alın, hörmətli izləyicilər. Bu da o deməkdir ki, diqqətlə izləyin, hər şeyi izah edirəm və videonu bəyənin. 2006-dan 2018-ə qədər əgər bir gündə işləmişsinizsə, artıq belediyə 1-ci qrup əlillər, 2-ci qrup əlillər və 3-cü qrup əlillər, eyni zamanda yaşa görə pensiya çıxmaq istəyən şəxslər artıq pensiya kapitalı tələb olunmayacaq. Nəzərə alın, siz bunu məhkəmə qaydasında bərpa edə bilərsiniz, hörmətli izləyicilər. Vacib məsələdən biridir. Hətta dediyim kimi, hörmətli izləyicilər, siz günün bir gün əlillik dərəcəsi alırsınızsa, amma o dövrdə işləmişsinizsə, yəni 2006-dan 2018-ə qədər işləmişsinizsə, avtomatik sizə pensiya kapitalı hesab olunacaq, avtomatik əmək stajı hesab olunacaq. Nəzərə alın. Hətta bilməlisinizsə, hörmətli izləyicilər, belə deyəcəm, sonradan əlillik dərəcəsi almışsınızsa, amma o dövrdə işləmişsinizsə, sizə müavinət hesabını edibsə, dediyim kimi məhkəməyə müraciət edərək
Hem mavineti pensiya sebebiyyəsiz. Qeyd edin ki, ətraflı məlumat almaq üçün qeyd olunan telefon nömrəsindən əlaqə saxlaya bilərsiniz. Yəni WhatsApp-a səs göndərib başqa qeyd olan cavab verə bilməm. Yalnız WhatsApp-la, hörmətli izləyicilər, sən edə bilməyəcəksən, sən çatmır. İşin çoxluğuna əlaqədar var. Ancaq hörmətli izləyicilər, WhatsApp səs göndərib ki, suallarınızı verə bilərsiniz. Qeyd edin ki, YouTube kanalına abunə olan şəxslər sizin telefona və əyanın hüquq məsələsinin verilməsi 10 manatdır. Bunun əlavə ərizələrində yazır kimi WhatsApp ünvanına göndərəm 50 manata, hörmətli izləyicilər, nəzərə alın. Və bir məsələni qeyd edirəm. Əgər 15 il 3-cü qrup əlil olmuşsa, yəni 31-60% əmək qabiliyyətini itirmişsə, hörmətli izləyicilər, yəni ki, ömürlük əlillik dərəcəsi ala bilərsiniz. Və ya 61-80 dərəcə əmək qabiliyyətini itirmişsə, yəni 2-ci qrup əlillik almışsınızsa, 10 ildən sonra ömürlük əlillik dərəcəsi ala bilərsiniz. Eyni zamanda onu qeyd edin ki, 4 il 81-100% əmək qabiliyyətini itirmişsə, yəni 1-ci qrup almışsınızsa, ömürlük ala bilərsiniz, hörmətli izləyicilər, nəzərə alın. Bunu əlavə qeyd edin ki, istər sosial yardım, istər pensiya, istər müavinətlər, istər vərəsəyi, istər əməkli bölgüsü, istər uşaqla ünsiyyət, istər aliment ödəməsi, boşanma və digər məsələlərlə bağlı mənim 1806 hörmətli izləyicilər şortla birlikdə videolarım var. Tanış ola bilərsiniz. Tanış olun, hüquqlarınızı öyrənin və kimin nəsə varsa qeyd olunan telefon nömrəsindən dediyim kimi WhatsApp səslə göndərməklə suallarınızı verə bilərsiniz, hörmətli izləyicilər. Bir daha xatırladan başqa yerdə olan telefonu aça bilməyim. Yalnız WhatsApp. WhatsApp-la suallarınızı verin ki, mən sizə cavab verim. Hörmətli izləyicilər, mütləq qeyd edin. Bir daha onu da qeyd edin ki, YouTube kanalına abunə olan şəxslər üçün telefonla hüquq məsləhətinin verilməsi 10 manatdır. Əyanın hüquq məsləhətinin verilməsi də 10 manatdır. Ərizələrində yazılması 50 manatdır. Nəzərə alın, hörmətli izləyicilər. Mütləq qeyd edin. Kim istəsə müraciət edə bilər. İstər pensiyanla bağlı, istər əlilliyin təyinatı, istər ailənin vasitəsi, istər vərəsəyi, buyurun müraciət edin, suallarınızı verin, mən də cavab verim. Sonunda bir daha xahiş edirəm ki, videonu bəyənin, YouTube kanalına abunə olun, daha çox şəxsin bu barədə məlumat olsun. Eyni zamanda mənə dəstək olun ki, yəni YouTube mənə ödəniş edəcək, hörmətli izləyicilər. Hal-hazırda sizin bəyəndiyinizə görə 18 dollar pul yığıb. Yəni 1000 bəyənmə edək bu videoda zəhmət olmasa, hörmətli izləyicilər. Diqqətinizə görə sağ olun. Abunə olun birinci növbədə. Abunə olun ki, 10.000 abunəni yığa bilim. Diqqətinizə görə sağ olun. Sağ olun.